Tahir Əminağa oğlu Bağırov 1957-ci ildə Türkmənistanda anadan olub. Dağlıq Qarabağdan 100 minlərlə kilometr uzaqda Azərbaycanlı ailəsində doğulan qəhrəman övladımızı tali 10 il sonra ailəsi ilə birgə doğma torpağa Azərbaycana gətirib. Taleyin qəribəliyi 22 il sonra Əli Bayramlı şəhərində böyüyüb boya başa çatan Tahiri yenidən ucu bucağı görünməyən Asiya düzənliklərinə aparır. Bu dəfə Tahir qanlı döyüşlərin getdiyi Əfqanistan torpaqlarına yollanır. Əfqanistanda gedən müharibə Tahirin yaddaşında qanlı iz buraxır. O, vətəni uğrunda canını fəda edən qəhrəmanların necə şücaətlər göstərdiyinin şahidi olur. Hərbi xidmətdə Mi-24 vertolyotun bort atıcısı peşəsinə yiyələnən Tahir, Qarabağda başlanan qanlı müharibəyə və torpaqların işğalına dözməyib könüllü olaraq cəbhəyə yollanır. Mənim oğlum vətən yolunda gedib, özü də milli qəhrəmandır, hörmətlidir, hörməti var, indi də var. Mənim oğlum çox zürəkdir, zürək uşaqdır. Riskli adam idi çox. Yəni riski sevən, təhlükəli şeylərə can atan idi. Ölümdən də ki qorxmurdu. Hələ onun o ölümdən qorxmamağı hərbi hissədə hamını necə deyirlər, dəhşətə gətirirdi. Hər bir riskli işə girirdi. Həddən artıq məni çox istəyirdi. Mən dedim, o mənim sözümdən çıxmaz. Amma görürəm ki, məndən də artıq onun üçün vətən sevgisi, ana sevgisi var. O torpağımızı qorumağa getdi. Dedi, yox, mən burada oturum, ermənilər deyil. Bir də görürsən, Bakıya gəlib çıxdılar. Onda biz neyin yiyək? Onda gəlib biz papağımızı ayağımızın altına tax. Mən otura bilmərəm burada. Dedi, yox, ana, getməliyəm, incimə mənlə. Mən vətənimi istəyirəm, vətənimi qoruyorum, anamı, atamı, bacımı, qardaşımı, bütün elimi istəyirəm. Biz oğullar əyəm sizi qorumazsa, kim sizi qoruyacaq? Bir mənə sual ver ki, dedim, valla sualına verin, day sən bilirsən. Oğul deyir, yaranıb vətəni qorumaqdır. Tahir elə istiqanlı idi, dost sevəndi, hörməti, yaxşı hörmət qazanmışdı özünə. İstəyir Bakıda, istəyir burada. Hörmətli idi, səğavətlidir də, səğavəti çoxdur. Hamı da uşaqlar sevirdi onu, qolum qonşu sevirdi onu. Tahir. Həm mülayim idi, həm sərt idi. Hər şeyin öz yerini bilirdi. Uşaqla uşaq, böyüklə böyük. Bir tərəfdən çox mehriban idi. Hamıyla mehriban davranırdı. Həmişə istəyirdi kiməsə yaxşılıq eləsin. Heç kimi özünə inci salmaq istəmirdi.
Demək, ilk uçuşlar biz getdik Yevlaxa və Yevlaxda da elə görürdük ki, elə belə o vaxtı müharibəyə girəndə vertolyotlar adətən təyyarəçilər bombaları, raketləri atandan sonra tez qayıdırdılar. Bunlar həmişə müharibəyə girəndə Tahirin ekipajı Məcidov Zakir ən birinci gedirdi, qaydanda da həmişə axırıncı qayıdırdılar. Deməli, Tatar oğlanda Radik o uçmalıydı, elə bir onu saxladı, həmişə Zakirlə uçurdu. Nəsə, o Zakirlə yoldaşlığı yaxşı tuturdu. Hamı ilə yaxşıdır, burası nəsə Zakiri çox istəyirdi. Həm də bizə, o da Suraxanıdan idi bir yerdə. Elə həmişə onunla uçurdu. Radiki saxladı, dedi, özüm uçacam. Ona yardımcı ərizəsində yazmışlar ki, məzuniyyətə getsin, dincəlsin, xəstədir, biraz müalicə olunsun. Nəysə, oğlanı saxladı, özü getdi. Arifin candan verim, getmə, qayət, qorxuram. Dedi, qorxma, mənə güllə dəyməz. Erməni gülləsi mənə dəyməz. Şineli var idi, şinelinin, deməli, Varatnikin qırağından nəsə güllə keçmişdi, belə yeri də qalmışdı, göstərdi, bax, deyir, güllə məndən yan keçir, mənə güllə dəyməz, erməni gülləsi mənə dəyməz. Gəlirdi, düşürdü, Tahir deyirdi ki, raket düz gözümün qabağından keçdi, qorxmurdu. Bizdə bir-iki nəfər olmuşdu, biraz qorxu hissi olurdu onlarda, ancaq Tahir heç nədən qorxmurdu. Hələ onun ekipajı da, o Zakir Məcidov deyirəm, elə bir xüsusi yığılmışdı onların ekipajı. Onların operatorları Quliyev Rauf Sumqayıtda oğlan idi. O da çox gözəl atıcı idi. Bütün əməliyyatlar uğurla başa vururdu. Hər dəfə də sevincək gəlirdi. Amma elə bil ki, sonra başladı bir-bir yoldaşları şəhid olmağa. Çox igid idi Tahir. Tahirin haqqında o igid, qəhrəman sözünü dəfə-dəfə demək olar. Vətənə çox bağlı idi, vətənpərvər idi. Yəni, o vətənli ailəsindən də, evladlarından da üstün tuturdu. Deyirdi, yox, ölərəmsə mənim evladlarım var. Qoy mənim uşaqlarım da, qoy mənim evladlarım da qəhrəman böyüsün. Baxsın ki, ataları hansı yoldan keçib. Şəhidlər ölmür. Yəni, biz o vaxtda hamımız, Tahir özü də elə o qədər vətən sevgisi var idi ki onda. Hamı bilirdi ki, şəhid elə qulağımızda. Tahir özü də deyir ki, ən müqəddəs bu ölümdür. Yəni, şəhid olmaq, Allahın qarşısına heç bir sorğusuz gedirsən. Yəni, bütün günahlar silinmiş, vətən uğrunda şəhid olmaq necə olur? Cənnətin ən yüksək zirvəsi. Biz özümüz də elə o, mən özüm də məsəl üçün çox təəssüf edirəm ki, o vaxt müharibədə şəhid olmamışam. Deyirdim, Tahir bala gözləyir. Deyirdi, şimdi mən getməyim, o getməz. Vətənin yolunda kim geçsin? Vətən yolunda gedirəm, qorxma. Ölsəm də ad qoyub gedəcəyim. Deyirdim, Tahir bu işlərlə deyirdi, yox mama. Bunu axıra kimi, vətən uğrunda gidirim mən, oyuncaq oynamıram. Vətənimi sevirəm, axıra da sevəcəm, heç qorxu verim məndən.
torpaqlarımızın müdafiəsi uğrunda canından keçən gününə qədər, son günlərinə qədər hər dəfə o evdən çıxıb gedəndə uğurlu döyüşlərindən gəlib çox həvəslə, mərdanəli ilə danışırdı, fəxrlə danışırdı. Hamı da baxıb ona fəxr eləyirdi. Biz qardaş dördük, biz dost idik. Biz dost idik, biz eyni adam idik. Hər şeyimizi eyni bölürdük. Heç vaxt da bir-birimizdən gizlətmək, nəsə sözümüz olsa kimdənsə açıq bir-birimizə deyirdik. Bizim elə güclü hörmətimiz olub bir-birimizə. O VTM 24 vertolyotunda bord atıcı kimi öz işini, öz vəzifəsini yerinə yetirirdi. Sonuncu döyüşü Qoballı üzərində olmuşdu. Yəni döyüş əməliyyatını yerinə yetirib qayıdarkən düşmən gülləsinə tuş gəlmişdi və güllə onu vertolyotun quyruq hissəsindən dəlmişdi. Həmin zamanda da həmin vaxt ərzində vertolyotda 3 nəfər olmuşdu. Mənim atam çox vətənpərvər insan idi və öz könüllü olaraq müharibəyə getdi. Döyüşlərə gedərdi, həmişə bir həftə gedib uçurdu, döyüş əməliyyatları yerinə yetirirdi, gəlirdi. Həmişə də fəxrlə gəlirdi. Mən deyir, qorxma deyir, mənə heç nə olmaz. 3 yoldaş döyüşə getmişdilər 3 vertolyotla. Komandirlər Xanlar müəllim, Bəhlul müəllim, bir də Zakir Tahirlə bir vertolyotda. Qaydanda gördük ki, vertolyotlardan ikisi qayıtdı, biri qayıtmadı. Yusupov, Zakirgilin, Tahirin ekipajı qayıtmadı. Biz dedik ki, adəti üzrə bunlar həmişə axırıncı gəlirlər, yəqin indi gələrlər. 2 dəqiqə gördülər, yoxdur, girdilər onlarla əlaqəyə, sviyazada, gördülər səsəmir yoxdur. Hamı həyəcanlı, görəsən nə oldu bunlara? Çıxanda hamı hər əməliyyatdan sağ-salamat çıxmışlar. Tez mindi 28 vertolyotuna xilas etmə uşaqlarla bir yerdə getdik həmin marşrutla, gördük ki, demək o vaxtı Ağdama yaxın bir yer kənddə idi. Gördük ki, vertolyot düşüb yerə və yanır, cürbəcür hissələri yanır. Tez düşdük aşağı, gördük ki, bunlar sözün əsl mənasında şəhid olublar. Yəni, üçü də ekipajın, üçü də həlak olmuşdu, şəhid olmuşdu. Orada götürdük və qoyduq Mi-8-ə onların ekipajlarını və gətirdik. Gətirdik Ağcabədiyə, bir xeyli orada hamı həm kədər içində idi, həm də ki, sevinirdi, ona görə ki, bu adam şəhid oldu. Mən arzu edirəm ki, bizim yeniyetmələrimiz, bizim cavanlarımız, gənclərimiz belə qəhrəmanları örnək alsınlar həmişə özlərinə.
vətəni necə sevməyi bizim qəhrəmanlarımız göstərdi onlara. Onların hər biri vətən üçün canından keçdilər. Hər biri sinəsini sipər elədi erməni qəsbkarlarının qabağında. Tahir vətəni sevirdi, vətəni sevdiyinə də görə getdi də. Getdi eləcə şahid oldu, vətən yolunda. Xocalı, Füzuli, Şuşa, Əsgəran, Laçın, Qubadlı, hər qarış torpaq uğrunda bir qəhrəmanlıq dastanı. Tahir dastanı yazılırdı Qarabağ müharibəsində. Onu göylərə çəkən təkcə vətən sevgisi deyildi, həm də azadlıq quşlarının göylərdə məskən salması arzusuydu. Bu dastana Qubadlının Səfyan kəndində nöqtə qoyulur. 1992-ci ilin adi döyüş günlərinin birində Tahirin vertolyotu qayıtmır. Onun gecikməyinə hamı vərdiş eləmişdi. Tahir həmişə hamıdan sonra, düşmənin atəş nöqtələri tam susandan sonra qayıdardı. Düşmən nöqtələri yenə susturuldu. Tahir yenə gecikirdi. Dostların ağlına da gəlmirdi ki, Tahir bir də gəlməyəcək. O gün sonralar milli qəhrəman adına layiq görülmüş Tahir Bağırov üçün son döyüş oldu. Tahir bir daha qayıtmadı. Bugün Tahir Bağırov qayıdır. Onun xatirələri də özü qədər əzmkardır. Şəhidlər yaşayır, şəhidlər əbədidir. Şəhidlər ölmürlər. Vətən yolunda şəhid olan hər bir balaya, hər bir oğla, bu şəhidlər xiyabanında yatan hər bir oğla, biz anaların canı qurban olsun, qəbri nurla dolsun hamısını. Onlar igidlərdi, hamısı igiddir. Hərəsi bir evin çırağı idi. İndi də vertolyot gedəndə uşaqlar qaçır, deyir Tahir əmi getdi, Tahir əminin vertolyotu. Şəhidlərimizin ruhu onda şad olacaq ki, həmçinin Tahirin, Tahir kimlərlə, minlərlə şəhidlərimizin ruhu şad olacaq o gün ki, inşallah. Mənə elə gəlir ki, o gün çox yaxındadır. Xalqımız torpaqlarımızı inşallah geri alacaq. Həmin gün şəhidlərimizin ruhu şad olacaq. Həmin gün şəhidlərimizin ruhu bizi göylərdən alqışlayacaq. Bizə öz xeyir dualarını verəcək. Tahir adi adam deyildi. Yəni o əsl qəhrəman olmağa, şəhid olmağa layiq bir insan idi. Allah da onu bu dünyadan hələ götürdü.